Nərmin sosial şəbəkə hesabında paylaşdığı görüntülərlə hazırda reklam çəkilişində olduğunu bildirib. O, izləyicilərinə yaxın günlərdə yeni layihə ilə ekran qarşısına çıxacağını deyib. Nərmin paylaşımında daha bir maraqlı məqama da toxunub. O, yenidən Elnurun yanına gedəcəyini və birlikdə qutab bişirəcəyini açıqlayıb. Həmin görüntüləri təqdim edirik. Elə bir bit salmışsan, ay qız, bit sənə qəşəng bir şeydir, dəli. Bit basanda pul deyib, bit xəstə. Yuxuda bit görmək pullanmaq deməkdir. Alo. Ha bu numara. Açma. Bizi xarici numaradan zəng edir. Yoxsa dedi qardaş. Abi elə blok edir. Nə deyir ki? Görünməli. İsmailiyə gedəcəksiniz. Aha, bəli, başıma bit düşüb. Hə, nə olub ki? Şubacıyım, baş üstə. İndi evdədir. Əslində şubam yoxdur. Belə kutqalarım var, normal. Elə axırıncı və ad günümdə elə gözəl mən kutqalım bunlar. Çox qəşəngdir dəyəm. Həmişə o rəfiqəmin əyində görürdüm. Deyirdim ki, bir gün ürəkliyib ondan alacağım. Qız o qədər dedim, heç üzdülüyüm yoxdur. Üzdü insan deyiləm, Qurana and olsun. Hə. Gördüm ad günümdə mənə hədiyyə alıb. Baya da qiyməti var deyib. Prosta ürəyim gəlmirdi. Deyirdim ki, ev yoxdur. Uşaqlara qışda kutqalım, özümə ən axırda alaram. Vallahi. Kənd uşağı, xoş gəldin. Mənim başı bəlalı dəstəkçim, xoş gəldin. Ay qız, nə məsələdir? Mənə dəstək olanlara, ay xalqın bəzi o arvadları, bəziləri, ay bəzi xanımlar. Ay bacı, siz mən bu dəstəkçilərimdən nə istəyirsiniz? Girib direktə niyə səsə qədər atırsınız onlara? Az ayıbdır. Şokdayam. Allah haqqı. Ya siz inanırsınız da, siz dəstəkçinin üstünə getdikcə dəstəkçi bir o qədər də bizə dəstək olur. Buna əmin olasınız. Hər kəsin könül işidir. Hər kəsin öz qazancıdır. Ona heç kim qarışa bilməz. Ki, mənə niyə atdın, ona niyə atmadın? Evdar xanımsan, oturmuşsan, üzüyü göstərmirsən, cəmaatda deyirsən ki, mənə də dəstək ol. Yuyub çıxmışam da evdən, yaşdır saçım. Dedim, gedim Viktoriyada kulatka elətdirim Məşdağadakı salonda. O da ərinirəm getməyə. Ərinmirəm, zəhləm gedir kulatkadan, xoşlamıram. Mən ömür boyu qızlar 85-70 santı saçla gəzmişəm. Valla. Bit düşüb başımıza. Ay qız, yox, məzələnsən, sən zarafat edirəm ki, bit bahalı şeydir, düşsəydi başıma sevinərdim. Arxadakı rulonlarımız neçəyədir? Arxadakılar 25-dən 35-ə qədər dəyişən qiymətlərdir. Çox sağ ol, kənd uşağı, təşəkkür edirəm. Kənd uşağı, kənd. Neynirsən, qalsın belə. Sevmirəm ki, ona görə görsən, dekor daraq var. Dekor daraqlarımız canlıdan gələnlərə, dekor daraqlarımız neçəyədir ürəyim? 11 manat. 11 manat. Canlıdan gələnlərə 11 manat. Ünvanımız harada yerləşir? Buzovna Aboy evi. Necə? Kataloguna baxdın? Desal yerlərində deyil. Silahlar 26-cı il modelləri. Hə, yanvar ayında gələn maldır. Hə. Necəsiz? Yaxşı. Hardasınız? Mən Buzovna Aboy evində. Umuda Kələbcə, Buzovna Aboy evini tapırsansa etiketlə bir dənə. Saçını yıxmaq yaxşıdır. Saçın at. Buzovnaya gəl Sibrizə. Açın. Doğrudan. Olmadı bacı. Bir saçı var. Heç kim bundan Nəysə yazın. Çox sağ olun. Kapron daraqdır. Şəmkirli nə istəyəmirlər? Göstərəcəm indi. mən 18 manat qaytarmalıyam. Qızlar, sonuncu dəfə sizə burada Buzovna Aboyu etiketləyib, sonra keçirəm Buzov... Ay, güzələ, mənim izləmdə çəkilişim var.